Müəllim sınağa yəqin ki 4-cü gün baxacaq, hə? Baxım da, özü nə vaxt yaxşı oxuyur. Gözüm aparacağım baxım. Başladıq. Hə, mövzumuz olacaq uşaqlar Excel. Excel cədvəl prosesorudur, cədvəl prosesor və belə deyək, ümumilikdə cədvəllərin yaradılması üçün istifadə olunur. Cədvəl prosesordur. Bundan başqa bir cədvəl prosesor proqram təminatına keçdik. Excel, Lotus 1.2.3, Quattro Pro, SuperCalc. Bizim keçəcəyimiz Microsoft Office proqram paketinə daxil olan Excel 2010 proqramıdır. İndi uşaqlar, Word-də üzərində işlədiyimiz adlanırdı səhifə, yaddaşa verdiyimiz isə adlanırdı dokument, yəni sənəd. Excel-də isə üzərində işlədiyiniz adlanır vərəq, yəni sheet və vərəq. Yaddaşa verdiyimiz isə adlanır kitab. Ona görə Excel sənədi yadda saxlandıqda book 1 adı ilə yadda saxlanılır susma halında və genişlənməsi XLSX olur. XLSX. 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 Əgər bu S dəyişib T olarsa XLTX, o da olur Excel'in şablonu. Template, S dəyişib T olarsa olur Excel'in şablonu. Şablonlar yenə də faylda, new'da yerləşir. Yenə şablon variantın piktogramının yuxarı hissəsinin arıncı rəydə olur. Eyni şeylərdir. Və uşaqlar, Excel proqramda demək, üzərində işlədiyimiz adlanır vərəq. Artıq Excel'də səhifə anlayışı yoxdur. Səhifə ilə bağlı nə gördünüz, hamısı səhvdir. Nə səhifənin adını dəyişmiyorlar, səhifənin sayını dəyişmiyorlar. Excel'də belə şey yoxdur. Ancaq vərəq, üzərində işlədiyimiz vərəq, yaddaşa verdiyimiz adlanır kitab. Excel sənədi açılanda uşaqlar, ekranda sadəcə 3 dənə işçi vərəq görünür. Susma halında 3 dənə işçi vərəq görünür. Maksimum işçi vərəqlərin sayı isə 255 dənə ola bilər. Susma halında açanda 3 dənə görünür. Maksimum işçi vərəqlərin sayı isə 255 dənə ola bilər. Uşaqlar, haradasa görə bilərsiniz, 255-dən də çox olur. Yəni, mən burada elə 800-ə qədər falan artırmaq olur. TQDK kitabında yazıb 255, biz də səhv də olsa ona getmək məcburiyyətindəyik. Onun üçün də konkret haradasa sınavda falan görürsünüz də o beyninizdən çıxarın, fərqi yoxdur. Açan kimi 3 dənə görünür, maksimum 255 dənə. Aydın devam ya. İndi uşaqlar, vərəq əlavə eləmək üçün bunun yanında işarə var. Bunu vurmaqla vərəq əlavə eləmək olar. Və ya klaviaturadan, bax, üzərində saxlayanda yazın. Shift F11 düymə kombinasiyası ilə vərəq əlavə eləmək olar. Ya bu işarəni vurmaqla və ya klaviaturadan Shift F11 düyməsini vurmaqla vərəq əlavə etmək olar. Burada və ya Ctrl-N burada işləmir. Ctrl-N vərəq əlavə eləməz. Ctrl-N nə yaradar? Təzə şey yaradar. Kitab. Qaçışdırmayın o. Word-də də Ctrl-N səhifə əlavə eləmir. Ctrl-N yeni sənəd yaradır. Yeni sənəd yaradır Ctrl-N. Amma səhifə əlavə eləmək insert-dən page qrupundan idi. Blank page. Excel-də də Ctrl-N new, yeni kitab yaradır. Amma vərəq əlavə eləmək, buradan bu işarəni vurmaqla və ya klaviaturadan Shift F11 düymə kombinasiyası ilə və ya vərəqin üzərinə sağ düymə vururuq, vərəqin kontekst menüsünə. Ümumiyyətlə, uşaqlar, yadınızda saxlayın. Kontekst menü mouse'un sağ düyməsi ilə açılan menüyə deyilir. Harada sağ düymə vursan, kontekst menü açılır. İndi vərəq əlavə eləmək üçün vərəqin kontekst menüsündən, vərəqin üzərinə sağ düymə vururuq, vərəqin kontekst menüsündən insert əmri vasitəsilə vərəq əlavə etmək olar. Əmrin yanında 3 nöqtə qoyulub. Əmrin yanındakı 3 nöqtə neyi bildirirdisə, əlavə dialoq pəncərəsi açılacağını bildirir. Bunu vurduqda əlavə dialoq pəncərəsi açılır və bu dialoq pəncərəsindən biz vərəqin növlərini görürük. Excel-də 4 tip vərəq var uşaqlar. 4 tip vərəq var. Worksheet, işçi vərəq, chart, diaqram vərəyi, makro, böyüdülmüş vərəq, bir də dialoq vərəyi. Bu birislər gördüyünüz kimi xılıtıxı yazılıb, şablonlardır. Onları qoyduq kənara. Deməli, uşaqlar, Excel-də 4 tip vərəq var. Worksheet, işçi vərəq, chart, diaqram vərəyi, makro, böyüdülmüş vərəq, bir də dialoq vərəyi. Worksheet vərəyinin klaviatura düyməsi Shift F11. Diaqram vərəyinin klaviatura düyməsi F11. Makro vərəyin klaviatura düyməsi Ctrl F11. Dialoq vərəyinin klaviatura düyməsi yoxdur. Bu dialoq vərəyi də əlavə edirəm. Dialoq 1. Gördünüz? Makro vərəyin klaviatura düyməsi Ctrl F11. Makro 1. Böyüdülmüş vərəyi. Adına da baxın buradan. Diaqram vərəyinin klaviatura düyməsi F11. Chart 1. Diaqram vərəyi. Worksheet vərəyinin klaviatura düyməsi də Shift F11. Worksheet, diaqram vərəyi.
Bizim keçəcəyimiz ancaq worksheet işçi vərəq olacaq uşaqlar, işçi vərəq. Biz digər vərəqlərin heç birini keçməyəcəyik. Bizimki ancaq worksheetdir. Bir də yapılmasını bilməliyiz ki, vərəqlərin 4 tipi var. O rubri vərəqlərin adını bir də klaviatur düyməsini bilirik. Beləliklə, açanda 3-dəyə vərəq görünür, maksimum 255 dənə işçi vərəq olur. 4 tipdə vərəq var Excel-də. Hərəsində klaviatur düyməsini dedim. İndi uşaqlar, bu vərəqdən bu vərəqə qədər hamısını seçmək istəyirəm. Neylə seçim? Shift-lə yoxsa Ctrl-la? Buradan bura qədər hamısını. Shift. Shift. Ctrl tək eləyərdi. Shift olduğuna görə diapazon aldı. Buradan bura qədər hamısını seçdim. Sağa düymə vurum. Delete edeyim. Bunları sileyim. Qalsın bu vərəqlər. Bunu da bildik. İndi uşaqlar, Excel-in ümumi quruluşundan danışdıq. Excel pəncərəsinin ümumi quruluşundan. Bura pəncərənin başlıq sətri. Yenə bunlar pəncərəni idarə etmə düymələridir. Pəncərənin başlıq sətrinin orta hissəsində bizim kitabımızın adı yazılır. Susmalında düdük book 1 olur. Genişləməsi xılı-sıxı. Bura sürətli keçidlər paneli, yenə Word-dəkilər. Eyni Quick Access Toolbar. Bura bizim üçün uşaqlar lentamızdır və Excel-in əsas tab vərəqləri hansılardır? Home, Insert, Page Layout, Formulas, Data, Review, View, Developer, Add-ins. Və bunlar PowerPoint-un, Excel-in əsas tab vərəqləridir. Yenə də Developer-dən Add-insi keçən deyilik. Prosta adını bilməliyik ki, əsas tab vərəqləridir. Gəlirik Excel-in alət tab vərəqlərinə. Bütün proqramları demişəm, 3 alət tab vərəqi var. Design, Layout, Format. Excel-də bir dənə də analiz də var. Excel-in alət tab vərəqləri. Demək, Design, Layout, Format, bir də analiz. Bunlar Excel-in alət tab vərəqləridir. Aydındır bura qədər. Aydın. İndi uşaqlar. Bu hissədə uşaqlar, bura bizim vəziyyət sətrimizdir. Vəziyyət sətrində bunun sağ tərəfində burada Excel-in görünüş rejimləridir. Excel-də 3 dənə görünüş rejim var. 3 dənə görünüş rejim var. Word-də 5 dənə idi, burada 3 dənə görünüş rejim var. Sonra keçəcək arası haqqında. Bu da Excel-də miqyasdır. Excel-də minimum miqyas 10, maksimum miqyas 400 olur. Word-də 1500 idi, burada 1400 olur. Buracan Excel-in ümumi quruluşu haqqında kimin nə sualı var? Yoxdur. İndi uşaqlar, bir dənə də burada uşaqlar belə bir işarələr var. Gördüyünüz kimi playerdə, mahnı playerində kimi sağa sola getmək üçün. Əvvəlkindən sonrakindən. Bu da uşaqlar vərəqlər üzrə hərəkət elətdirmək üçündür. Vərəqlər üzrə hərəkət elətdirmək üçündür. Və TQDK-da sualdır ya bu. Bunlar nə üçündür? Sadəcə vərəqlər üzrə hərəkət elətdirmək. Bundan sonra uşaqlar gəlirik biz. Excel-də hər bir vərəq nələrdən təşkil olunur? Bizim hər bir vərəqimiz sütunlar, sətirlər və bu sütun sətrin birləşməsindən əmələ gələn xanalardan təşkil olunur. Və Excel-in ən minimal elementi onun xanasıdır. Word-ün ən minimal elementi simvoldur, Excel-in də ən minimal elementi xanadır. Hər bir vərəq uşaqlar, deməli, kitab vərəqlərdən təşkil olunur. Hər bir vərəqdə özü sütunlar, sətirlər və bu sütun və sətrin kəsişməsindən əmələ gələn xanalardan təşkil olunmuş olur. İndi uşaqlar, Excel-də sütunlar göstərilir əlifbanın hərfləri ilə. Sütunlar əlifbanın hərfləri ilə göstərilir. A, B, C, D bu formada getmiş olur. Susma halında sütunlar əlifbanın hərfləri ilə göstərilir. Və Excel-də 16384 dənə sütun var. Yəni 2 üstü 14 dənə sütun var. Və ən axırıncı sütunumuzun adı XFD sütunudur. XFD. Aşağıda. Ən axırıncı sütunumuzun adı XFD sütunudur. Və 16384 dənə sütun var. Və kombinasiya nə formada gedir? A, B, C, D, Y, X, Y, Z. Latin əlifbasına Z-ə qədər gəldi. Bundan sonra gəlir AA, AB, AC, AD, AY, ilə axır Z, Z. 2 hərflər də qutarıb. Sonra keçiblər 3 hərflərə. AAA, AAB, AAC. İlə axır 16384-cü kombinasiya uşaqlar. 16384-cü kombinasiya uşaqlar XFD olmuşdur. XFD üstün olmuşdur. Ən axırıncı kombinasiya XFD üstün olmuşdur. İndi bizə desələr ki, Excel-də B, Z, Z üstünü varmı? Var.
Aysa. XZ-də var, BZC üstünü varmı desələr? Bəli, var uşaqlar. Hardan bilirik? Əgər bunun sütunu birinci hərfi X-a gəlib çıxıbsa, deməli B ilə olan bütün kombinasiyalar var. Yoxsa niyə gəlib X-a çıxsın ki? A ilə olan hamısı var, B ilə olan hamısı var, C ilə olan, D ilə olan, Y ilə olan, F ilə olan. Hamısı var ki, bu B X-a gəlib çıxıb da. Maşın nömrəsi kimi. Əgər birinci hərfi X-a qədər olan nə yazılıbsa düzdür. Nə yazılıbsa düzdür. Yəni, birinci hərfi X-sa, ikinci hərfi də F-ə qədər olan hər şey var. Mən X-A-Z var, bəli var. İkinci hərfi bunun F-də yox, F-ə bilsən nə qədər var? F-ə qədər hamısı var. BZ də olsa, CZ də olsa, DZ də olsa, YZ də olsa, F, ikinci hərfi F olsa, üçüncü hərfi D-yə qədər var. A-sı var, B-si var, C-si var, D-si var. Artıq X, F, Y olsa səhv olur. Aydındır hamıya. Sətirlər isə uşaqlar göstərilir rəqəmlərlə. Sətirlər isə göstərilir rəqəmlərlə. Sətirlərin sayı isə 1.048.576 dənə sətir var. 1.048.576 dənə sətir var. Yəni 2 üstü 20 dənə sətir var. 2 üstü 20 dənə sətir var. Bir milyon 48.576 dənə sətir var. Yəni 220 dənə sətir var. Uşaqlar, sütunla sətrin kəsişdiyi yerə isə xana deyilir. Sütunla sətrin kəsişdiyi yerə isə xana deyilir. Və xananın adı birinci sütununun ikinci sətrin adının gəlməyi ilə müəyyən olunur. Yəni A1 xanası. A1 xanası və seçilmiş xananın adı ünvan sətrində. Name boxda göstərilir. Name boxda nə göstərilir desələr uşaqlar? Seçilmiş xananın ünvanı. Name boxda nə göstərilir? Da gedib yazmayın vərəqin adı. Seçilmiş xananın ünvanı göstərilir. Name boxda. Və xananın adı birinci sütunun ikinci sətrin adının gəlməsi ilə müəyyən olunur. A1 xanası. Yəni, bunu seçsəm yazacaq. B4 xanası. Nüşabə, bunu seçərəmsə nə yazar? Hə? Ay Nüşabə. Yoxdur Nüşabə. Kimin adını çəkər? Mehdi, bunu seçərəmsə nə olur? B6 müəllim. B6 xanası. Uşaqlar, kim xana adı tapa bilməz? Hə, bu xanayı seçərəmsə nə olar? Nüşabə, nə xanası yazılar? Hə? Y2 xanası mənim. Malades, Y2 xanası. Aydındır uşaqlar hamıya xananın adı. Qəşəng. İndi yaxşı, xanaların sayı nə qədərdir desə, necə taparsınız uşaqlar? Xanaların sayını necə taparsınız? Sahədən 1.048.576. Vurarıq bir-birinə. Düzdür? Düzbüzaqlığın sayısı neçə? Ay, sağ ol. Düzbüzaqlığın tamamilə doğrudur. Düzbüzaqlığın sayısının tapılması. Enin uzunluğuna vursam uşaqlar, xanaların sayını vermiş olar. Yəni 214-ü 220-yə vursam, vuranda üstlər toplanılır da 234 dənə xana var. Yaxşı, ən axırıncı xanamızın adı nə olar uşaqlar? XFD 1.048.576 olar. Tamamilə doğrudur. XFD ən axırıncı sütunla, ən axırıncı sətrin kəsişdiyi yer bizim ən axırıncı xanamızdır. XFD 1.048.576. Mən bir dəqiqə bizə sual salanda hər halda 2 üstülərlə salarlar da. Yox, deyəcəm, narahat olma, bir dəqiqə. Uşaqlar, ən axırıncı sütunla ən axırıncı sətrin kəsişdiyi yer bizim ən axırıncı xanamızdır. XFD 1.048.576. İndi ilk ağla gələn sualın cavabını deyirəm uşaqlar. Deyirsiniz ki, müəllim, bu rəqəmləri əzbərdən bilməliyik, bəli bilməliyik. 2013-cü il öz qəbulunun sualıdır. Sütunların sayı. Rəqəm olaraq. Aydın hamıya. Onun üçün bunları yazdıqlarımı bilirik. Bunu da küssün də belə formasında. İndi o ki qaldı uşaqlar. Bundan sonra gəlirik nəyə? Ümumiyyətlə, bax, hər bir vərəqdə uşaqlar, bu qədər sütun var, bu qədər sətr var, bu qədər xana var, hər bir vərəqdə. Nə sütunun sayı, nə sətrin sayı, nə də xananın sayı heç vaxt dəyişə bilməz. Nə sütunun sayı, nə sətrin sayı, nə də xananın sayı heç vaxt dəyişə bilməz. Daima
2 üstü 14 dənə sütun var. Daima 2 üstü 14-dür. Daima 2 üstü 20 deyə sətr var. Daima 2 üstü 20-dir. Daima 2 üstü 34 dənə xana var. Daima 2 üstü 34-dür. Bu say heç vaxt və heç bir halda dəyişə bilməz. Aydın olursa, bu hal heç bir halda, heç bir vəziyyətdə dəyişə bilməz. Və aşağılar məsələn üçün deyir, 50 dənə sütun sildim, 200 dənə sətr əlavə elədim, 600 dənə xana sildim, nə bilim, nahoqqa çıxartdım, nə qədər sütun qaldı? 16.384. Nə qədər sətr qaldı? 1.048.576. Nə qədər xana qaldı? 234. Nə sil, nə əlavə elə, istəyirsən, nə hoqqa çıxarsan çıxart, başa düşürsə bu sözü yəqin. Heç bir halda dəyişməyəcəksiniz o rəqəmi. Kimə nə aydındır bu sözünü? Sütun və yaxud xana silmək deyəndə prosta həmin onun için boşaldır. Yox, hələ normalda silir. Yox, sürüşdürmür, hələ sürüşməyini sürüşür, amma normalda xanada ümumilikdə silir. Hamı onun məlumat silinməsi kimi görür, amma məlumat silinmir. Həqiqətən də o sütun silinir. İnşallah onları göstərəcəm sizə, siz narahat olmayın. Amma uşaqlar, hələ ki bizim bildiyimiz, nə sütunu silsəm də, sətri silsəm də, xanaya da silsəm, əlavə edərsəm sayı dəyişməyəcək. Nə cür olur, nə cür olmur, inşallah ki keçəcəksiniz. Amma sizin hələ ki biləcəyiniz bu rəqəmlər heç bir halda dəyişmir. Bunu hamıya aydın oldu. Gedib basınada da hoqqa çıxarmır. Yazır 4 dəyə sütunun, 6 dəyə sütunun nə qədər qaldı? Uşaq yazır 16.380, nə bilim, 378. Özünə hoqqalar çıxır orada nəmlə qarır. Elə şeylər eləmir. Bildi də hamıya. Qəşəng. Bu sayı heç vaxt dəyişməyəcək. İndi uşaqlar, deməli, seçilmiş xananın adı ünvan sətrində, seçilmiş xananın tərkibi isə düstur sətrində göstərilir. Bura adlanır düstur sətri, formula bar. Seçilmiş xananın adı ünvan sətrində, name boxda. Tərkibi isə düstur sətrində, formula barda göstərilir. Düstur sətrində nə göstərilir desələr, seçilmiş xananın tərkibi. Da yazmayın, düstur göstərilir. Xananın tərkibində nədirsə, o da düstur sətrində göstərilir. Düsturdur, düstur görünəcək. Yazıdır, yazı görünəcək. Və uşaqlar, düstur sətrinə yanına belə bir elementlər gəlir bura. X-dır, bu təsdiqdir, bu fx-dir. Bu x cancel-dır. Yazdığın yazıdan imtina eləmək. Klaviatura düyməsi escape. Bu təsdiq işarəsidir uşaqlar. Yazdığını təsdiq etsin. Klaviatura düyməsi enter. Təsdiqləməkdir. Bu da fx-dir uşaqlar. Funksiya daxil eləməkdir. Funksiya daxil eləmək. Son funksiyaları keçəcəyik. Fx, funksiya daxil eləməkdir. İndi uşaqlar, bəzən D sütununda məlumat yazanda, D sütunundakı məlumat deyir, Y sütununda görünmüşdür. D sütununda çox yazmışsan, keçib Y sütununa. Amma bu Y sütunun içində deyil də, sadəcə çox olduğuna görə bura keçib elə bilsən. Bu zaman deyir, necə eləyək ki, D sütunu həmin məlumat qədər böyüsün. Bu zaman D ilə Y sütununun sərlövhələri arasında, sərlövhə budur, adları arasında. D ilə Y sütununun sərlövhələri arasında mouse'un sol düyməsini 2 dəfə klik eləmək lazımdır. 2 dəfə klik eləyirsən, həmin məlumat qədər böyüyür. Aydındır. D ilə Y sütununun sərlövhələri arasında mouse'un sol düyməsini 2 dəfə klik eləmək lazımdır. 2 dəfə klik eləyirsən, həmin məlumat qədər böyüyür. Müəllim, bir şey soruşum. Bəs bütün sərlövhələr arasındakı məsafəni o D qədər böyütmək necə olur? D qədər, yəni necə? Yəni birdən D-nin, bu qədər. Elə bil ki, bütün hamısının ölçüsü ilə bu boyda olsun. Seç bir dəfəlik elə də. Buradan var da daha. Autofit column with sütunun elinə avtomatik tənzimlə. Hamısını seç, sütunun elinə avtomatik tənzimləsin. Həmin məlumatlar gəlir. Eyni qədər onda column with ver. Neçə santimetr istəyirsən o qədər ver olsun. Çatdım. Seç sütunları ver. Onları keçəcək sütuna. Deməli uşaqlar. Bundan sonra uşaqlar gəlirik nəyə? Xananın içinə redaktə eləmək üsulları. Yəni xananın içinə dəyişiklik eləmək üsulları. Xananın içinə uşaqlar 3 cür redaktə eləmək üsulu var. Xananın içindəki məlumata 3 cür redaktə eləmək üsulu var. 1. Xana üzərində mouse'un sol düyməsini 2 dəfə klik eləməklə. 2 dəfə klik eləyirsən, açıldı. Nəyi istəyirsən sil, nəyi istəyirsən yaz. 2. Xananı seçib düstur sətrindən. Çünki seçilmiş xananın tərkibi var da görünür, düstur sətrindən. Düstur sətrindən nə istəyirsən sil, nə istəyirsən əlavə elə. 3. Xananı seçib klaviaturadan F2 düyməsini basmaqla xananın içinə redaktə eləmək olar. F2 düyməsini basmaqla xananın içinə redaktə eləmək olar.
Deməli, xanaya redaktör etmək üsulları. Üzərinə 2 dəfə sol düyməni vurmaq, F2 düyməsi, bir də düstur sətrindən. Xananın içinə redaktör etmək olar. 1 saniyəlik gözlüyün uşaqlar. Deməli, xananın içinə 3 cür redaktör etmək oldu. Üzərinə 2 dəfə klik eləmək, düstur sətrindən, bir də klaviaturadan F2 düyməsini basmaqla xananın içinə redaktör etmək olar, dəyişiklik eləmək olar. Bundan sonra uşaqlar, indi bir dənə də belə bir sual var. Deyir, hər hansı bir xananı seçib, klaviaturadan nəsə daxil etdikdə nə baş verilir? Bu zaman altdakı yazı silinir, yeni məlumat onu əvəz eləmiş olur. Uşaqlar, bu redaktör eləmək deyil. Redaktör eləmək üçün üstünə 2 dəfə klik eləməlisən, sol düyməni. Sadəcə indi bizə belə deyir. Hər hansı bir xananı seçdim, deyir, klaviaturadan nəsə daxil etdikdə nə baş verir? Məsələn, 9 yazıram. Bu zaman altdakı yazı silinib, yeni məlumat onu əvəz eləmiş olur. Bu da redaktör eləmək sayılmır. Aydındır uşaqlar bu da. İndi mənə deyin görüm uşaqlar. Sağa düyməsini basaramsa nə baş verər? Sağa düyməsini basaramsa. Sadəcə burada sağa düyməsini basaramsa nə baş verəcək? Bir dənə xana sağa keçir. Xana olmaz da. Bir sütun. Bir üstün sağa. Sola eləyərəmsə, bir üstün sola. Aşağı eləyərəmsə? Bir sətr aşağı. Sətr aşağı. Yuxarı eləyərəmsə? Bir sətr yuxarı. İndi bir var kontrol sağa, kontrol sola, kontrol aşağı, kontrol yuxarı. Bax, kontrol sağa etdikdə uşaqlar, hər verilən xana gördükdə dayanır. Hər verilən xana gördükdə dayanır. Verilən olmazsa isə ən axırıncı sütuna gedir. Bax, kontrol sağa etdikdə hər verilən xana gördükdə dayanır. Verilən olmazsa isə ən axırıncı sütuna gedir. Kontrol sola da etdikdə hər verilən xana gördükdə dayanır. Verilən olmazsa isə ən birinci sütuna gedir. Onda belə çıxır ki, kontrol sağa birinci dolu sütuna gedir. Birinci gördüyü dolu sütuna. Eyni ilə sətr üzrə də kontrol aşağı etdikdə hər verilən xana gördükdə dayanır. Verilən olmazsa isə ən axırıncı sətrə gedir. Kontrol yuxarıda elədikdə hər verilən xana gördükdə dayanır. Verilən olmazsa isə ən birinci sətrə getmiş olur. İndi uşaqlar, Excel-də Word-də Ctrl End sənədin sonuna gedirdi. Ctrl Home sənədin əvvəlinə gedirdi. Excel-də Ctrl End düyməsi yoxdur. Ancaq Ctrl Home düyməsi var. Ctrl Home-u da basdıqda həmişə A1 xanasına gedir. A1 xanasına. Ctrl Home-u basdıqda həmişə A1 xanasına gedir. A1 xanasının, bu da sənədin əvvəlidir, elə bilin, həmən əvvəlinə gedir. A1 xanasının sol yuxarı küncündə belə bir element var. Bu, bütün xanaları seçmək üçündür. Bunu vurduqda bütün xanalar seçilir. Klaviatura düyməsi Ctrl A. Bütün xanalar seçilir. Ctrl A. Bəzən uşaqların beynində qalır ki, müəllim, bu ağ xana seçilməyib mi? Uşaqlar, o da seçilib. O sadəcə aktiv xananı bildirir. Yəni, hal-hazırda aktiv xana A1-dir. Amma mən o hərəkət elətdirə bilərəm, yəni. Tabla, enterlə o hərəkət elətdirmək olur. Sadəcə mənası odur ki, indi mən nəsə məlumat daxil eləsəm, o xananın içinə yazmış olacaq. Müəllim, Ctrl A aktivdir hal-hazırda, düzdür? Bəli, bəli. Aşağı yuxarı eləyəndə amma pozulacaqdır, hə? Təkcə tabdır, home'dur. Tabdır, bir də enter. Tab Tabla sağa, enterdir. shift tab. Tab sağa aparır, shift tab sola aparır, enter aşağı aparır, shift enter yuxarı aparır. Amma aşağı yuxarı düymələrini eləsə, Ctrl Enter. Avtomatiklər olacaq. Pozuldu bu. Yəni, əsas məqsədim burada o idi ki, yəni o ağ olanda seçilib, yəni. Elə bilmə seçilməyib də. Bunu da bildik. Bundan sonra gəlirik uşaqlar Excel-də xanaların növünə. Excel-də xanaların 2 növü var. Bir aktiv xana var uşaqlar. Bir də pasiv xana var. Seçilmiş xana aktiv xana, yerdə qalan bütün xanalar pasiv xanadır. Hal-hazırda aktiv xana, hal-hazırda bir də aktiv xanamız var, o da D5 xanası. Onsuz da hardan bilərik? Bir də ünvan sətrinə bax, görəcəksən. Seçilmiş xananın adı harda görünür? Ünvan sətrində. Və bu seçilmiş xana aktiv xanadır. Digərləri pasiv xanadır. Xanalar bir də tərkibinə görə bölünür 2 yerə. Xanalar tərkibinə görə də bölünür 2 yerə. Bir, ilkin xana, bir də aslı xana. İlkin xana, bir də aslı xana. Buradakı bütün xanalar ilkin xanadır. İlkin xana heç bir xanadan aslı olmayan xanaya deyilir.
Aslı xana da digər xanalardan aslı olan xanaya deyilir. Buradakı bütün xanalar ilkin xanadır. İndi uşaqlar, aslı xana olması üçün xanada düstur yazılmalıdır. İndi düsturdan əvvəl belə bir şeydir. Ümumiyyətlə, susma halında ədədlər xananın sağında, mətnlər isə xananın solunda yazılır. Məntiqi dəyişənlər isə susma halında xananın mərkəzində yazılır. Məntiqi dəyişənlərimiz də hansılar idi? True, false. Məntiqi dəyişənlər isə xananın mərkəzində yazılır. Amma yenə deyirəm, bu susma halıdır uşaqlar. Sonradan istəsəm mən bunların hamısını, bax buradan, düzləndirmələrdən hamısını ortaya da çəkərəm, sola da, sağa da çəkə bilərəm. Amma susma halında, yəni uşaqlar, ədədlər xananın sağında, mətnlər xananın solunda, məntiqi dəyişənləri isə xananın mərkəzində yazılmış olur. İndi uşaqlar, ədədin yanına istənilən bir durğu işarəsi gəldikdə ədəd çevrilir mətnə. Məsələn, ədədin üzərində 76-ın üstünə bir dəyişdirir, apostrof işarəsi qoysam, bu artıq uşaqlar bizim üçün mətindir. Ümumiyyətlə, riyaziyyatda 76 iştirik ədədi yoxdur ki, bu da onun üçün 76 iştirik deyilən bir şey tanımır onsuz da. Avtomatik olaraq ədədimiz çevrildi mətnə. Aydındır hamıya. İndi uşaqlar, Excel'in də tanıdığı ədədlər adi riyaziyyatda bildiyimiz ədədlərdir. Hansı ədəd var? Mənfi ədəd var, müsbət ədəd var. Bir dənə də tam ədəd var, bir də kəsr ədəd var. Yəni, normal 98 var, məsələn. Mənfi 76 var, və yaxud da mənfi 7 var deyək. Sonra 5 tam %76 var, müsbəti. Bir də, məsələn, 78 tam, mənfi 78 tam, onda 6 var. Və uşaqlar, olan ədəd formaları budur. Mənfi ədədin, mənfi və müsbət ədədin tamı, bir də kəsri. Başqa nə formalı yazılış görürsünüzsə, onların hamısı mətindir. Hamısı. Və uşaqlar, mən yazım bura, məsələn, belə bir şey, yanına f, g, f, nə yazsa yaz. Bunlar hamısı bizim üçün uşaqlar mətindir. Mən dövrü kəsirlərdə mətin gedir də. Dövrü kəsir burada yazmaq olmur. Yəni 78 nöqtə mötərizədə 6 yazsaq o şey mətin. Bəli, avtomatik olar. Burada elə şey yoxdur, mötərizənə yoxdur. Tanıtdırmaq olur, yəni onun bura aidiyyəti yoxdur indi bizə. Bizdə mətin kimi geçiyor, bəli. Bax uşaqlar, 54 F2 F yazın uşaq, F, G, F. Bu uşaqlar avtomatik olaraq bunu mətin kimi görmüş olacaq. Ədədin yanına ümumiyyətlə də bir də fikirləş ki, riyaziyyatda 54 F, G, F deyilən bir şey yoxdur. Yəni riyaziyyatda nə ədəd varsa, bu da onun ədəd kimi görmüş olur. Yəni belə yaz. Uşaq bəzən deyir ki, müəllim, mən onsuz da görəcəm də, hansılar solda yazılıbsa deməli mətindir, hansılar sağda yazılıbsa ədəddir. Uşaqlar, yenə deyirəm, bu susma halıdır. Sonradan bunların hamısını gətirib ortaya qoyarsan, daha. İndi sabahda bir də sun, toplama funksiyası verdi. Toplama verəndə uşaqlar, sən ancaq ədədləri toplayacaqsan. Nə bu 76 iştirik, nə bu, bunlara baxmayacaqsan, ancaq ədədlər. Onun üçün də uşaqlar, sən ədədlə mətni özün ayırt eləyə bilməlisən. Bunu da ayırt eləmək üçün xüsusi bir zəka lazım deyil yəni. Sən bir dənə uşaqlar bilirsən ki, yəni riyaziyyatdakı kimi də olan ədəd formaları budur. Bundan başqa nə yazılış gördüsə, hamısı mətində onsuz. Müəllim, ölçü vahidləri də aiddir ora, kiloqram, litr, santimetr. O başa düşmür onsuz da olar, hamısı mətində. Kiloqram zədə yazmaq olmur. Sumla dediyiniz üçün də tam çatmadı. Yəni dediniz ki, sum işlədəndə, yəni cəmləyəndə bilməyimiz lazımdır ki, hər mətn və yaxud rəqəmdir. Yəni Hədə ancaq ədədləri toplayasın da qardaş. Mən məsələn sum vermişəm sənin üçün, düzdür? İndi keçəcək də, indi elə ki mən o baş salmaq istəyirəm. toplaya bilmədik. Yəni ümumiyyətlə bunları toplamayırsan. Nə 76-nı, nə bunu, bunlara baxmayırsan. Ancaq bu ədədlər. Çatdı. Yəni burada siz daha mətnə baxanda özünüz. Yəni onun üçün də bəzən gedib uşaq buradan 76-yı toplayır da, özündən şeylər çıxardır. Yəni onu demək istəyirəm ki, bunlar mətindir. Mətnlə ədədə ayırt eləyə bilməlisən. Aydın tamam ya. İndi uşaqlar, burada hələ də heç bir aslı xana yoxdur. Bunların hamısı ilkin xanadır. Heç bir xana heç birindən aslı deyil. Burada heç bir aslı xana yoxdur. Yəni deyirəm uşaqlar, aslı xana olması üçün həmin xananın içində uşaqlar düstur olmalıdır. Düstur. Düsturun düstur olması üçün uşaqlar qarşısında bərabər işarəsi olmalıdır. Düsturun düstur olması üçün qarşısında bərabər işarəsi olmalıdır. Bərabər işarəsi olmayan heç bir şey düstur sayıla bilməz.
Məsələn, mən yazıram 6 plus 8. 6 plus 8 yazıb uşaqlar enter düyməsini basaramsa, hələ 6 plus 8-də qalacaq olduğu kimi. Düsturun düstur olması üçün uşaqlar qarşısında bərabər işarəsi olmalıdır. Bərabər işarəsi olmayan heç bir şey düstur sayıla bilməz. 6 plus 8 yazdım, olduğu kimi də qalacaq. İndi məsələn yazıram uşaqlar. Düsturun düstur olması qarşısında hansı işarə olmalıdır? Bərabər. İndi yazıram, bərabərdir. Onun üçün desələr ki, uşaqlar, düstur başlayanda hansı durğu işarəsi ilə başlayır? Bərabər işarəsinə. İndi bərabər qoydumsa, artıq o deməkdir ki, düstur başladı, bizim düsturumuz başladı. Bax, yazıram, bərabərdir. İndi 6 plus 5. İndi 6 plus 5 yazıb. Deyir, enter düyməsini sıxsam, bərabərdir 6 plus 5 yazıb. Enter düyməsini sıxaramsa nə olar? Ekranda neçə görünər? 11 görünmüş olar. Düsturun düstur olması üçün qarşısında hansı işarə olmalıdır? Bərabər. Bərabər olmasa özü qalar. Bunun qarşısına bərabər qoydunsa, artıq onu hesablanmış olacaq. Bu xana indi asılıdır, nə? Yox, deyə gələcəm. Deməli, uşaqlar, düsturun düstur olması üçün uşaqlar qarşısında bərabər işarəsi olmalıdır. Bərabər işarəsi olmayan heç bir şey bizim üçün düstur sayıla bilməz. Bax, Excel belə deyək də, Microsoft proqramlarının içində ən güclü, əvəz olunmaz bir proqramdır. Yəni, bunun əvəz eləyən ikinci bir proqram təminatı yoxdur ümumiyyətlə. Hər şeyi əvəz eləyən yeganə proqramdır uşaqlar. Bu, bizim Excel proqramı. Onun üçün Excel prinsip etibarilə iki şeyi nəzərdə tutub uşaqlar. Yəni, Exceldə belə deyək də, hər şey nəzərə alınıb. Ümumiyyətlə, özü-özünə proqram da yarada bilir Excel. O qədər güclüdür və Excel Microsoft yaradan deyib, Exceldə uşaqlar, düsturla düstur olmamağın fərqini bir şeylə tutub. Əgər sən məlumatı yazanda bərabər işarəsi ilə başladırsansa, o deməkdir, düstur başladı. Nə yazsansa yaz, hesablamalıdır. Yox, əgər bərabər işarəsi olmadan nə yazırsan yaz, onsuz da başa düşmür nə yazsın. Nə doldurursan doldur bura, üstə gəl, qoy, çırpı, bunların onsuz da heç nə başa düşmür. Ancaq məlumatlı qaldı orada. Bunun qabağına bərabər qoyaramsa, bura nə yazım hesablamalıdır. Yəni, Excel konkret belə deyil də, qardaşım. Sən Word-də elədiklərin var, Word-də məsələn sənə deyirsən, sən o gəl Excel-də yığ. Word-dən də yaxşı, burada da yığa bilərsən. Heç bir problem yoxdur. Hələ o cürlə çap edə bilərsən. Yəni, Excel-də hər bir sistem var ümumiyyətlə. Və ümumiyyətlə belə deyim də, sabiq gün iş yerinə zadından sənəd verəndə də heç vaxt Excel üçün yazmayın ki, nə bilim, mən super bilirəm, mükəmməl bilirəm. Elə bir hal mümkündür. Yəni, o baxan da səhv güləcək sadəcə. Yəni, normalda yazın ki, normal bilirəm. Yəni, ondan artıq onsuz da bilən olan məzmun. Burada onun üçün bütün hal nəzərə alır və Excel yaradan şəxs bir şey deyib ki, mətn yazmaq istəyirsənsə, bərabərsiz yaz. Bərabər də qoyursansa, bunun qabağına bərabər qoydunsa, mən elə bilirəm ki, düstur başlayıb. Всё. İndi uşaqlar, ben yazıram normalda, məsələn 5 üstə gəlinsin, tutaq ki deyirəm də, Mehdi. Mən 5 plus Mehdi yazıb, uşaqlar, enter düyməsini sıxaramsa nə olacaq? Heç nə, 5 plus Mehdi qaldı. Onsuz da başa düşmür, mən bura nə yazmışam. Heç nə başa düşmür, məlumatdır sadəcə bu. İndi mən uşaqlar düstur bərabər qoyuramsa, bərabərdir. Məsələn 5 plus Mehdi. Və uşaqlar istəyir mən bura nə yazıramsa yazım. Çünki bərabər qoymuşam o deməkdir düstur başladı. Excel bir şey bilir. Çünki bərabər qoymuşamsa düstur başladı. Mehdinin adını da yazsam onu hesablamalıdır. 5-in üstünə Mehdi gələ bilərsiniz siz? Yox. Bu da gələ bilmir və avtomatik olaraq bizə value səhvi çıxarır. Dəyər səhvi. İndi mənim burada məqsədim hələ sizə səhvləri öyrətmək deyil uşaqlar. Sadəcə bir dənə məqsədim var demək ki, yəni səhvlər belə nə zaman çıxır uşaqlar? Səhvlər belə ancaq düstur vaxtı çıxa bilər. Yəni sən xanada səhv görürsənsə burada, bil ki orada düstur var. Başqa heç bir halda səhv çıxa bilməz. Çünki onunsa başqa nə halda nə yazsan buraya yaz, məlumat var. Onunsa başa düşmür nə yazmısan. Qısaca uşaqlar, düsturla düstur olmamağın fərqi bir dənə bundadır. Bərabər olub olmamağın. Bərabərlə başlayırsa düsturdur. Başlamırsansa məlumatdır. Nə doldursan doldur, onsuz da başa düşmür nə yazmırsan. Bərabər qoydunsa düstur kimi məcbur hesablamalıdır. Ya səhv çıxardacaq, ya da hesablayıb cavab çıxardacaq. Başa düşdü hamı? Müəllim, onda elə çıxır ki, bütün Excel bir düstur üzərində qurulub, yəni hesabat. Düstur üzərində nə işi var? Məcburdur ki, hesablayasan neysə. Sütunlar ver, nə bilim, adam adlarını yığırsan, filan adları yığırsan, hesablayıb nəticə çıxarsan. Biz bir vərəqinə işləyirik, bir də eşit bir vərəqində işləyirik. Biz düsturlarla işləyirik. Sən hələ bunun hələ 4 deyə vərəqi var. Deyirəm, özünə proqram da yaradır. Məsələn, dialoq vərəyin heç nə olduğunu tutarmaq, diaqram vərəyi, dialoq vərəyi. Bunun şəxsən mən üçün ümumiyyətlə istifadə etmişəm. Bu 100% proqramlaşdırmadır. Bax, bottomlar, zadlar əlavə edir. Bütün tab vərəqləri deaktiv oldu. Nədir, mən makro?
Bu dialoq vərəqidir məsələn. Hı. Onun içində kodlar yazılır, nə yazılır, indi onunla da işləyənlər var da xüsusi. Mən işləmirəm. Yəni. Onun üçün deyirəm də, gedib Excel üçün yazmayın da, mükəmməl bilirəm nə edirəm. Bunu vurğulayıram da. Yəni Excel biz sadəcə gördüyümüz bir də xırda bir şeyləri görürük. Mənim bu danışdığım sadəcə Excel-i deyir, girişlər, dostlar. Başa düşdünüz nə demək istəyirəm? Bəli, bəli. Yəni Excel üzərində heç nə demək olmaz ki, nə filan şeydən vurulub. Hər şey eləyir bu. Adi proqramlaşdırması da var. Bunu bildik də uşaqlar. İndi dedim ki, uşaqlar, aslı xanaya, o xanaya dedik ki, içində düstur yazılsın həmin xana. Və bunun içində düstur yazılıb, bərabər var. Düstur da başlayında bərabər işarəsindən başlayır. Amma hər içində düstur olan xana, uşaqlar, aslı xana sayılmır. Bu hələ də bizim üçün aslı xana deyil. Aslı xana olması üçün uşaqlar həmin xanada düstur yazılmalıdır və həmin düsturda digər xanaların adı çəkilməlidir. Digər xanaların adı çəkilməlidir uşaqlar. Həmin düsturda digər xanaların adı çəkilməlidir. Məsələn, uşaqlar, bərabər işarəsi qoydum və deyirəm, məsələn, bu xana C4 xanası, üstə gəlinsin Y3 xanası. Əvvəla bərabər qoymasam uşaqlar, bu onsuz da başa düşməyəcək nə yazmışam. Olduğu kimi qalacaq, məlumatdır sadəcə bu. Bunun qarşısına bərabər qoyan kimi bu bunları xana kimi görür. Və normal hesablamadır. C4-də nə yazılıb uşaqlar? 6. Y3-də nə yazılıb? 5. 6-ın üstünə 5 gələrək xanada nə yazılır? 11. Bax, artıq uşaqlar, belə 6 plus 5 gəlməyi ilə, yəni C4 plus Y3 gəlməyi ilə, 6-ın üstünə 5 gəlməyi ilə, uşaqlar, belə əlimlə yazdığım 6 plus 5 gəlməyinin fərqi nədədir? Hesablamada heç bir fərqi yoxdur. Sadəcə indi mənim A3 xanam C4 və Y3 xanalarından aslı xana olur. Sabahları mən C4 ilə Y3-də hər hansı bir qiyməti dəyişsəm, avtomatik olaraq A3 xanasındakı qiymət də dəyişəcək. Çünki bu iki xananın cəmindən alınır. Bu xanadakı məlumatları dəyişsəm, avtomatik olaraq bu xananın içindəki məlumatlar da dəyişəcək. Çünki bu iki xananın cəmindən alınır. Sabahları uşaqlar 6 üstə 5 gəlmiş. Məsələn, bu 6-nı dəyişim mən 2 eləyib, enteri sıxan kimi avtomatik bu A3-dəki qiymət də olacaq 7. Çünki bu iki xananın cəmindən alınır. Bu iki xanada nədirsə qiymət, onları cəmləyib bura yazıb. Və avtomatik olaraq uşaqlar mənim A3 xanam C4 və Y3 xanalarından aslı xanaya çevrilir. Yenə deyirəm, xananın içində ədəd yazıb toplamaqla uşaqlar, xana adı yazıb toplamağın bircə fərqi var. Aslı olub olmamağı, yəni başqa heç bir fərqi yoxdur. Və Word-dəki cədvəllə, Excel-dəki cədvəlin ən əsas fərqi budur. Word-də də bu belə toplama olur da, amma Word-də aslılıq yarada bilmirsən. Deyə bilmirsən ki, filan xanandan filan xananı topla. Və uşaqlar, mən məsələn bunun üstünə gələ bilərəm, məsələn yazdım bura, məsələn 8. İndi mənə desələr ki, mənim A3 xanam neçə dənə elementdən asılıdır uşaqlar? 2 elementdən. 2 elementdən. Sərbəst həddən asılı deyil. C4 ilə Y3-dən, yəni xanalardan asılı olur. Sərbəst hədd, yəni öz cibimdə olan pul özümündür də. Başqalarından götürdüyümdən asılı ola bilərəm. Başqasından götürdüyüm məlumatlar. Və cavab edir uşaqlar 15. Aydındır. Amma hesablamaya heç bir dəxli yoxdur. Onun üçün də aslı xana tərkibində düstur yazılsın və həmin düsturda digər xanaların adı çəkilirsə, bu bizim üçün aslı xanadır. İndi bunu bildik. İndi mənə deyin görün uşaqlar, kontrolla hər hansı bir obyekti tutub dartdıqda nə baş verirdi? Kontrolla tutub dartdıqda. Kopyalayırdım. Shiftlə tutub dartdıqda Yer dəyişirdi. yer dəyişmə. Və uşaqlar, eyni şey hər yerə keçərlidir. Və bu obyekti mən kontrolla tutub dartaramsa, bunun buraya nəyə gələcək? Kopyası. Kontrolla tutub dartarılsa kopyası. Shiftlə və ya shiftsiz. Eyni proqramın içində shifti basmağa ehtiyac yoxdur. Shiftlə və ya shiftsiz tutub dartaramsa isə yerləşmə baş verir. Yəni obyekt yerində qalmır. Kontrolla tutub dartdıqda, shift tutub dartdıqda isə yer dəyişmə olur. Bax, qəbul salınır. Bu tək xanaya aid deyil. Vərəq dəyişir. Amma kontrolla tutub darsan, bunun bura kopyası gəlir. Eyni vərəqdən bir də kopyası var. Shift 1-in bir dənə də ikincisi burada. Kontrolla tutub dartanda kopyası, shiftlə və ya shiftsiz tutub dartanda kat olur. İndi gəlirik seçimlərə. Kontrol necə seçirdi? Shift necə seçirdi uşaqlar? Kontrol tək-tək seçirdi. Shift isə diapazon seçirdi. Bax uşaqlar, hər yerdə budur. İndi bax, məsələn, kontrol tək-tək seçir. Bu xananı seçdim, kontrolu bastım, bunu seçdim, bunu seçdim, bunu seçdim, bunu seçdim, bunu seçdim. Kontrol tək-tək seçir. Eləliklə sütunu da
Ümumiyyətlə belə bir sual var. Hər hansı sütunu və ya sətri seçmək üçün nə etmək lazımdır? Sütunun və ya sətrin səl lövhəsində mausun sol düyməsini bir dəfə klik etmək kifayətdir. Sütunun və ya sətrin səl lövhəsində mausun sol düyməsini bir dəfə klik etsən həmin sütunu seçir. İndi bu sütunu seçdim, kontrolu bastım, gəldim, bunu seçdim, bunu seçdim, bunu seçdim. Bax, kontrol tək-tək seçir. Eyni ilə sətri də, bunu seçdim, kontrol bastım, bunu seçdim. Eyni ilə vərəqi də, yəni fərqi yoxdur, kontrol hər yerdə tək-tək seçir. Shift-i isə uşaqlar hər yerdə diapazon alanında seçir. Bax, bunu seçdim. Shift-i basıb saxlayıb gəlib bunu seçsəm, oradan bura qədər bütün xanaları seçilir, diapazon alanında. Eyni ilə sütunu da seçdim. Shift-i basıb saxlayıb gəlib bunu seçsəm, oradan bura qədər bütün sütunlar seçilir. Eyni ilə sətri də bunu seçdim. Shift-i basıb saxlayıb gəlib bunu seçsəm, oradan buradan bütün sətirlər seçilir. Aydın da hamiyə. Müəllim, burada da düz bucaqlı seçim var, o alt düyməsi ilə olan. Burada onsuz da düz bucaqlı seçir. O düyməyə ehtiyac yoxdur burada. Yəni, düz bucaqlı formasında seçir onsuz. Shift-lə seçəndə düz bucaqlı formasında, diapazon alanda düz bucaqlı formasında seçir. Başa düşdüm. İndi uşaqlar, gəlirik Excel'in ən əsas hissəsinə. İndi deyəcəyim şey kim başa düşməsə lazımdır 50 dəfə sual versin. Gələn səfərki çünki bütün düsturlar sistemi bundan asılı olacaq. İndi uşaqlar, iki nöqtə var Excel'də, bir də nöqtə vergül. Nöqtə vergül kontroldur, kontrol, yəni tək-tək seçir. Baxın, məsələn, A2, nöqtə vergül C4. Nöqtə vergül uşaqlar kontroldur, kontrol. Kontrol necə seçirdi? Tək-tək. A2, nöqtə vergül C4. Nöqtə vergül kontroldur, yəni tək-tək seçir. İndi A2 nöqtə vergül C4 neçə dənə xana seçilmişdir düzəltsələr uşaqlar? 2 dənə, bəli. Bir dənə A2, bir dənə C4. Nöqtə vergül kontroldur, tək-tək seçir. Məsələn, nöqtə vergül Y3 neçə dənə xana seçilmişdir? 2. Nöqtə vergül Y3 neçə dənə xana seçilmişdir? 3 dənə. 1, 2, 3. Nöqtə vergül kontroldur, yəni tək-tək seçir. Yəni budur, var uşaqlar. Bir dənə A2-ni seçdim, kontrolu bastım, bir dənə gəlib C4-ü seçdim. Nöqtə vergül kontroldur, tək-tək seçir. Nöqtə vergülə dair sual olan var, başa düşməyən. İndi bir də var 2 nöqtə. 2 nöqtə isə uşaqlar shiftdir, diapazon alanda seçir. Məsələn, B3, 2 nöqtə, Y9. 2 nöqtə isə shiftdir. Yəni, B3-dən Y9-a qədər bütün xanalar seçilmişdir diapazon alanda. İndi uşaqlar, burada bizdən 3 dənə sual soruşa bilər. Deyə bilər, neçə dənə sütun seçilmişdir? Sütunlar nə ilə göstərilirdi? Əlifbanın hərfləri ilə. B-dən Y-yə qədər neçə dənə sütun seçilir? Hər ikisi də daxil. B, C, D, Y. 4 dənə sütun. Kim bilməsə desin, neçə dənə sütun seçilmişdir? B, C, D, Y, 4 dənə sütun. Soruşa bilər uşaqlar, neçə dənə sətir seçilmişdir? Sətirlər nə ilə göstərilirdi? Rəqəmlərlə. 3-dən 9-a qədər. Neçə dənə sətir edir? 3-dən 9-a qədər, qardaş. 3, 4, 5, 6, 7, 8, 9, 7 dənə sətir. Orada 2 saat götürüb barmağınızla saymayın uşaqlar. Hər iki tərəf daxildirsə, demişəm, çıxıb üstünə 1 gəlir. 9-dan 3-ü çıxırsan, 6 üstünə 1, 7. Sən o biri gəlməyən olacaqsa, gedib barmağı ilə saysan. İmtihanda girinci eləsin cəmaat. 3-dən 9-a qədər neçə dənə sətr edir? 7 dənə sətr edir. Barmaq daha güvənlidir, mənim üçün. Biz böyük rəqəm vermişdik biz sınavda. Çox da barmaqla saymayın da böyükləri də. 3-dən ən yaxşı çıxıb üstünə 1 gəlir. Yox, həqiqətən öz güvənmirsə özünə, çıxıb barmaqla saysın.
3-dən 9-a qədər, deməli 7 dənə sətr eləyir. Neçə dənə xana var desə, xananın sayı Üstün necə vursa. tapar 4'ü uşaqlar? 7'ye Dört, 4'ü 7'ye vurarıq. Sətri üstün, bəli. Sətri üstünə nə edirik? Vurarıq. Düzbucaqlının sayəsinin hesablanması. 28 dənə xana qeyd olunmuş olur. Baxın, görün kim başa düşmədi bu 2 nöqtənin hesablanması. Müəllim, sütunu bir də deyərsiniz. Sətri bildim, xananı bildim, sütun. Nədə? Sütunda B-dən Y-yə qədər. Neçə dənə sütunlar hərflərlə göstərir. B-dən Y-yə qədər hərfləri sayırsan. B, S, D, Y. B də daxil, Y də daxil. 4 dənə. İndi uşaqlar, gəlirik bura. Bax, B3-dən shift-i bastım. Y 9-a qədər. Bax, Y 9-a qədər. Görək, neçə dənə xana seçilir? Baxın. B, S, D, Y. 4 dənə sütun. Neçə dənə sətr? 1, 2, 3, 4, 5, 6, 7 dənə sətr. Xanayı da tapmaq üçün düzbucaqlının sayısını hesablaması. N-in uzunluğuna vurdun. 28 dənə xana eləmiş oldu. Hərflərin sayını əlifba sırası ilə i-yə qədər bölün, bəsdir uşaqlar. Məncə bu bilərsə də ingilis dilindən hazırlaşdır. Bu A, B, C, D, Y, F, G, H. Bura qədər bölün, bəsiniz deyəcək. Mənə başqa nə sual vardı verə bilərlər? Yəni daha Heç nə də bunun olan sualı budur. Bu nə üçün də elə gələcək hələ bu? Müəllim, İndi uşaqlar, mən Bəli. məsəl üçün B3 2.Y9 nöqtə vergül C4 olsa həm diapazon. o saymır, elə vermirlər. Hədə üstünə bir dənə də o gəlməlisən. Üçün xana soruşar elə də, üstünə bir dənə də o xana gəlməlisən. Amma o məna, o soruşmur bizdən. İndi bax uşaqlar. Birinci burada səhv edəcəyiniz nöqtələri deyirəm, bunları eləməyin. Birinci uşaqlar, bax, 2 nöqtə vergül olduğuna fikir verin. Bizim testlərin çoxunda uşaqlar 2 nöqtədir. Çünki burada heç olmasa hesablama var. Nöqtə vergülü çox qoymurlar. Amma nöqtə vergüldə qoyanda uşaq heç baxmır nöqtə vergüldə nədir. Part-apart başlayır, sütunu sayır, sətri sayır, vurur bir-birinə, özü üçün hoqqa çıxarır orada. Birinci bax, nöqtə vergül 2 nöqtə olduğuna baxın. Nöqtə vergülsə kontroldur, tək-tək. 2 nöqtədə olanda uşaqlar, fikir verin ki, sətri soruşur, sütunu soruşur, yoxsa xananı soruşur. Sətri soruşur, sütunu soruşur, yoxsa xananı soruşur. Həmişə xana soruşmaq məcburiyyətində deyil. Bir də görürsən ki, uşaqlar yazıb ki, orada B3-dən Y9-a neçə sütun var. Heç baxmır, sütunu soruşumuna qalır. Sütunu sayır, sətri sayır, vurur bir-birinə, xana yazılır. Yəni, diqqətli olun nəyə soruşduğunu. Aydındır bu hamıya. Aydın. Uşaqlar gəlirik ki, bu nədə istifadə olunur? Baxın. Baxın uşaqlar, bu 2 nöqtə vergül nədə istifadə olunur? Bax, düsturda. Yazmış uşaqlar, bax. İndi kim başa düşməsə, bunu neçə dəfə istəyir, sual versin. Gələn səfər bütün hər şey bundan asılıdır. Bax, uşaqlar, yazıb sum funksiyası. Burada hələ sizə məqsədim funksiya öyrətmək deyil. Bu 2 nöqtə vergüldür. Üçün gəlmişəm bura. Bax, sum A3 yazılanı yazacağım, daha yaxşı görün. Burada yazdığımı yazıram. 2 nöqtə B5 nöqtə vergül S1. Başlar, keçəcək ki, indi sum toplamadır.
nə bilim, product vurmadır, nə bilim, count saymaqdır. Burada yəni funksiya boş şeydir. Yəni funksiyanın adını hər bildir. Sum toplama, product vurma, count saymaq. Əsas nəyi topla, nəyi vur, bunu bilməkdir. Sum topla, indi mən sənə deyirəm, sum toplamadır. Nəyi toplayasan? Gərək əvvəl bu üçün nəyi verilib, onu toplayasan. Yəni burada hansı xanaların adı çəkilibsə, ancaq onları toplamalısan. Yəni funksiyanın adını əzbər 9-10 deyə funksiya var. Hərəsini nə edin, uşaqlar hamısını toplayıb vura bilirsiniz. Əsas uşaqlarda nəyi toplayıb, nəyi vurmağımızdır. İndi tutaq ki, ikisi də nöqtə vergüldür. A3, nöqtə vergül B5, nöqtə vergül C1. Nöqtə vergül nə idi uşaqlar? Kontrol. Yəni tək-tək. Yəni bir dənə A3-ü, bir dənə B5-i, bir dənə C1-i. A3-ümüz, A3 deyəndə gəlib da bu 3-ü götürmürsünüz uşaqlar. A3 xanası. Sütunla sətrin kəsişdiyi yer. A3 xanası. Nə yazıb bura? 9. Sonra bir dənə B5. B5 deyəndə gəlib da 5 götürməyin buradan. B5 xanası. Nə yazılıb bura? 1. Bir dənə də birimizdə nə yazılıb? 2. 9-un üstünə 1 qələsən. İndi sum toplamadır uşaqlar. Bildiyün nöqtə vergül. Tapdığım bu xanaları. İndi baxırsan funksiyamız nədir bizim? Sum. Sum toplamadır. 9-un üstünə 1, üstünə 2. 12. Məsələn, sabahları product olsun bu. Nə fərqi var ki? Bir də vurmadır. Deyəcəm product uşaqlar vurmadır. 9-u 1-ə vurdun, üstünə vurdun 2-yə. 18. Count. Saymadır uşaqlar. Hə. 1, 2, 3. Yəni burada əsas məqsəd uşaqlar, yenə deyirəm, funksiyada qeyd edilir. Əsas məqsəd buradır. Nöqtə vergülü hamı başa düşdü? Tək-tək. İndi gəlirik bunun 2 nöqtə söhbətinə. İndi gəlirik 2 nöqtəyə. A3-dən 2 nöqtə B5-ə qədər, yəni A3-dən B5-ə qədər hamısını topla. Diapazon necə tapılır uşaqlar? Diapazonun tapılması. Bax, A3-ün başlanğıcına nöqtə qoyursan. Bax, A3 xanası, yenə deyirəm, bu deyil. A3 xanası. A3-ün başlanğıcına nöqtə qoyursan, sol yuxarı küncündən. Hara qədər? B5-ə qədər. B5-in sağ aşağı küncünə qədər. B5-in də sonuna nöqtə qoyursan. Bax, B5 xanası da budur, da bu deyil. B5 xanası. B5-in də sonuna nöqtə qoyursan. Başlanğıcdan sona doğru xətt çəkirsən, sondan da başlanğıca doğru. Bax, bu arada qalan sənin diapazonundur. Diapazon uşaqlar düzbucaqlı formasında olur. Da zigzag kimi belə getməyin. Diapazon düzbucaqlı formasında olur. Düzbucaqlı. Normal bir şeydə başlanğıca qoy, sona qoy. Sonra bu düzbucaqlı formasında birləşdir. Kvadrat formasında. Bax, bu arada qalan sənin diapazonundur. Başqa diapazon formaları deyim, baxaq. Məsələn, A2, 2.S2, A2-dən S2, A2-dən S2-yə diapazon aradı. A2-nin başlanğıcına nöqtə qoydum. S2-nin də sonuna qoydum. A2-nin başlanğıcdan sona doğru, sondan da başlanğıca doğru. Şöbə bu ara, ikinci sətr. A2-dən S2. Mən A2-dən S1-ə olanda necə olur? Elə şey olmaz. Yəni yuxarı doğru diapazon götürməzsə düz aşağı götürür. Bəli. Deyəcəm indi, gözlə deyərəm sual qacaq. İndi uşaqlar, deyir belə bir şey. Məsələn, S2-dən S5-ə diapazonu. Heç nə. S2-nin başlanğıcına nöqtə qoydum. S5-in də sonuna nöqtə qoydum. Başlanğıcdan sona doğru xətt çəkdim, sondan başlanğıc. Bu arada qalan. S sütunun 2-ci, 3-cü, 4-cü, 5-ci sətirlərdə. Sonra da birini də deyim. Tutaq ki, belə verir. Nə verək? B2-dən S4-ə. B2-nin başlanğıcına nöqtə qoydum. S4-ün də sonuna nöqtə qoydum. Başlanğıcdan sona doğru xətt çəkdim, sondan başlanğıc. Bax, bu arada qalan. Aydındır, hamıya. Kim diapazon tapa bilməzsə desin. Da hər formalısından göstərdim. Taparsın, problemimiz yoxdur. Bəs onun toplanması? Gəlin, tələsməyəm. Diapazon tapa biləyəm.
Gəldi uşaqlar. İndi bizə nə deyib? A3-dən B5-ə. A3-ün başlanğıcına nöqtə qoyduq. B5-in də sonuna. Başlanğıcdan sona doğru xətt çəkdik. Sondan da başlanğıca. Bax, bu arada qalan sənin diapazonundur. Yəni, buradakı ədədləri topla. Nə var ki, Mehdi burada? Buradakı ədədləri topla. Yəni, bu arada, bu diapazonda olan ədədləri topla. Sum olduğuna görə toplayıram. Neyəcəm? 9-un üstünə 6, 15, 15-in üstünə 1, 16, 16-ın üstünə 5, 21, 21-in üstünə 7, 28, 28-in üstünə 1, 29. Yəni, buradakı ədədləri topla. A3-dən B5-ə. Sum olduğuna görə toplayırsan. Ha, uşaqlar. Sabah deyirəm, yenə product olsa, deyəcəm uşaqlar, product vurmadır. Hə, götür vur bunları bir-birindən. İndi burada böyük ədədlərdir. Orada çıxılı verir ki, tez alınsın. İndi uşaqlar, A3-dən B5-ə topladım. Elədi neçə? 29. Buradan sual var. Nöqtə vergül. Bir dənə də deyir uşaqlar, S1. Bir dənə də S1. S1-də nə yazılıb uşaqlar? 2. Üstünə gəlinsin 2. Elədi neçə? 31. A3-dən B5-ə, bir dənə də S1. Baxın, görün, nə başa düşmədir. Kimə nə aydındır? Müəllim, olar bir dənə də başqa nümunə göstərəsiniz? Yaxşı. Fəxri, əvvəl suala cavab verin. Və deyirsən ki, A2-dən S1-ə. Bunu Excel-ə yazsın, Excel onsuz da səhətini düzəldəcək yəni. Bunun hələ mənası A1-dən S2 etməkdir, eyni şey olur. Sonradan çatdı. Deməli, uşaqlar, gələk bundan başqa nümunəyə, yenə də onsuz da yəni bir də diapazon dəyişəcəksən də, bir yerdən dəyişdiyim diapazonları. İstənilən, məsələn, sən özündən diapazondur, o sözü deyən dəyişmək kimi. Özündən bir də diapazonda yazın bura. Nə istəsən deyil. Yox, müəllim, siz yazın. Qoy. Yaxşı. Məsələn, nə istəsən yaz da bura. Nə yazaq? A1-dən B2-yə. Yaxşıdır bu. Nöqtə vergül. Bir dənə də qoyub istəsən, nəsə yazaq? Məsələn, nöqtə vergül. S. Nə yazaq? S6. Yəni, A1-dən B2-yə. A1-dən B2-yə diapazon aradır. A1-dən başlanğıcdan B2-yə. B2-nin sonuna qoydum. Başlanğıcdan sona çəkdim, sondan başlanğıca. Bu arada qalan. Bunu tapa bilərsən, o sualı verən. Diapazonu. Sualı verən. Müəllim, siz eləyin də, mən baxım. Eləmirəm, bir də dinən görüm, diapazonu tapa bilərsən, yəni diapazonu çəkə bilərsən də, yəni düz bucaqlını. Hə, çəkərəm. Başa düşmürəm, bir də şey eləməyib, çəkinə deməyib, yəni prosta demək istəyəm, yəni bunun düz bucaqlı formasıdır, yəni düz A1 xanasını tapa bilirik, A1, bu A1-dir. A1-in bir də başlanğıcına nöqtə qoyacaqsan. Qoya biləcəyik də bunu. Yox. İndi bizdən haracan deyil? Bura nə yazılır? B2. B2 haradır? B2 tapa bilərsən? B2 xanası. B2, 7. Hə, bunu da sonuna nöqtə qoydum. Bu da qoya bilərsən də. Bəli. Yəni, indi bu başlanğıcdan sona doğru bir deyə xət çəkirsən. Olar bu? Bəli. Sondan da başqa şey eləmə. Sondan da başlanğıca doğru xət çək. Sonra da bunu birləşdir. Bax, diapazon budur, düz bucaqlı formasında. Bax, belə qeyd etmə də, aydındır. Bəli. Çəkdəndən sonra heç nə. İndi bura nə yazılır? Sum. Sum toplamadır, toplama. İndi buradakı ədədləri normal şəkildə toplama. Nə toplayırsan, topla. Nədir bu? 5. Bu nədir? 23. Yəni, sən üzü aşağı edin, fərqi yoxdur. 5, bu da 3. Neçə elədir? 8. 8, 30, 38. 31, 38. Buradan buracan elədi 38. Bir dənə də, nöqtə vergül nə idi? Kontrol, tək-tək. Bir dənə də, yəni təkcə S6. S6-da nə yazılır? 7. 7. Yəni, üstünə gəl 7-ni. 45. 45. Başa düşdün? Bəli. Hə, indi başqa kimə nə aydındır buradan? Düyün gəlsin. Düyün görək.
Yoxdur. Yaşa. Evin tapşırığı. Gələn səfərə hamı Excel-də baxımın cavabı bir neçə eləmişdi? 31 bax. 31. Enter vuran kimi nəticəsi çıxdı 31. İndi uşaqlar, yenə məqsədi mən sizə düstur zad öyrətmirəm. Bir funksiya zad. Funksiya gələn dərsin mövzusudur. İndi gələn dərsə hamı gələnə Excel-i heç o öyrənməyi heç. Bu nöqtə vergüldür, 2 nöqtədir. Bunu hər biriniz